Burada deməli məsələmiz nədir? İkinci Dünya müharibəsi 1939'da başladı. Almaniyanın Polşaya hücumu ilə başladı 1939'da. Biz elə bilirik ki, dilimizdə belə qalıb 41-45 müharibəsi. 41-45. 41-45 İkinci Dünya müharibəsi bilirik. Amma əslində o bizim üçün, yəni Azərbaycan üçün böyük vətən müharibəsi sayılırdı. Azərbaycan SSR-in tərkibində idi və SSR-in müharibəyə qoşulması 41-də başlayacaq. İndi onu izah edəcəm niyə. 39'da Almaniya Polşaya hücum elədi. Bununla müharibə başlamış oldu. Müharibənin əvvəldə SSR ilə Almaniya müttəfiqdilər. Yəni bir-birinə hücum etməyəcəklərə dair müqaviləsi vardı. İkinci Dünya müharibəsinin ümumi tarixini oxuyanda görəcəksin orada. Müharibədən əvvəl Molotov-Ribbentrop paktı var 39-cu ildə. Almaniya SSR bir-birinə hücum etməyəcəklər. 39-40'da SSR Finlandiya hücum elədi. Qış müharibəsi adlanır. Həmin müharibədə Sovet ordusu məğlub oldu. Və burada görsəlir, mühərrik müharibəsi üçün zəifdir. Mühərrik müharibəsi nə deməkdir? Yəni texnika. Texnika odur nədir? Tankdır, topdur, təyyarədir və s. Bu cəhətdən, hərbi cəhətdən, texnika cəhətdən SSR zəifdir. Çünki Finlandiya məğlub oldu, geri qayıtdı oradan. Buna görə də Almaniya SSR-yə qarşı ildırım sürətli müharibə planı olan Barbarossa planını hazırladı. Yəni, hədəfi bu idi ki, 41-ci ildə deməli SSR-yə qarşı müharibə başlasın və onun neft mənbələrini ələ keçirsin, SSR-in sıradan çıxartsın, ərazilərini tutsun və əhatə dairəsini genişləndirsin, həm də bununla da zənginləşmiş olurdu maddi sərvətlər olaraq da. Barbarossa planı 41-ci iyun 22-sində Almaniya müharibə elan etmədən qəfildən SSR-yə hücum elədi. Və SSR birdən-birə özünü müharibənin içində tapdı. Hətta o dövrdə deyir ki, Sovet kəşfiyyatı Stalinə məlumat vermişdilər ki, Almaniya bizə hücum edəcək bu gündə, bu saatda. Amma Stalin buna inanmırdı. Niyə? Çünki əvvəl nə deyirdi? SSR-in Almaniya bunlar müttəfiq idilər. Bir-birinə razılaşması var ki, hücum etməyəcəklər. Bununla da SSR-i Azərbaycan SSR İkinci Dünya müharibəsinə cəlb edilmiş oldu. Azərbaycanda ümumi səfərbərlik elan edildi. Söhbət gedir neçənci ildən? 41-ci ildən etibarən. Burada nədir? Azərbaycanın planlar. İngiltərə və Fransanın planları nə idi? Onlar əvvəlcə istəyirdilər ki, Bakı neft mədənləri bombalansın. Səbəb, çünki əgər Almaniya gəlib Bakıya çatsaydı, müharibə 41-də başlayandan sonra Almaniya gəlib Bakıya çatmış olsaydı, Bakı neftini ələ keçirə bilərdi. Bu isə Almaniyanın müharibədə daha da güclənməsi demək. Çünki bütün texnika, maşın, tank, təyyarə hamısı neftdən işləyir. Buna görə də Bakı haqqında belə plan hazırlamışdım və daha sonra onu nə etdilər? Fikirlərini dəyişdilər ki, fikir nə idi? Qara dənizdən Almaniya göndərilən nefti sualtı qayıqlar vasitəsilə zərərsizləşdirsin həmin gəmiləri. Ona görə Bakının bombalanması planı alt üstə, yəni dəyişdirildi. Fransız Charles de Gaulle bu məsələdə mühüm rol oynamışdı. İndi ümumi tarixdən oxuyanda bunları öyrənəcəksən, çünki bunlar ümumi tarixdən paralel şəkildə aparılır mövzular. Almaniyanın Edelweiss planı. Əsas soruşulan məsələnin biri bu. Edelweiss planı Qafqaza dair 1942-ci ilə təsdiq olan plan əsasən həmin ilin sentyabrına qədər Bakı işğal olmalı idi. Hitler tərəfindən tutulmalı idi. Amma 1941-ci il qışında Moskva döyüşündə Almanlar böyük ağır məğlubiyyətə uğradı. Nəticədə onun burada qurduğu Barbarossa planı alt üst oldu. Xatırlayırsansa, Birinci Dünya müharibəsini oxuyanda orada belə bir şey vardı. Schlieffen planı var idi 1905-də. Həmin Schlieffen planı 1914-ün Marna döyüşündə iflasa uğramışdı 14-də. İkinci Dünya müharibəsində isə 1941-ci ildə Almaniyanın Barbarossa planı iflasa uğradı. Aydın oldu mu? Bu işlədiyin testdə oxşar cəhət olaraq veribdir. Almaniyanın ildırım sürətli müharibə planının puça çıxması. Orada yazılıbdır. Sonra deməli burada bizə vacib olan nə var? 1942-ci ildə Almaniya Qafqaz istiqaməti. Qafqaza gəlsə Bakıya çata bilərdi. Hücumlara başladı.
Keçirik. 1942-ci ildə Almaniya Qafqaza hücum elədi. Bununla bağlı olaraq Qafqaz respublikalarında, xüsusilə Cənub Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan ərazisində hərbi vəziyyət elan olundu. Testdə bunun ilini soruşur səndən, xronologiyada. Xatırlayırsansa, işləmişdin testdə, orada görmüsən bu sualı. Amma Stalingrad döyüşündə Ruslar, Sovet ordusu Almanları məğlub elədilər. Bununla da Qafqaz istiqamətində Almanların yürüşü dayandırılır. Yəni, onlar Şimali Qafqazdan artıq cənuba doğru, Azərbaycana doğru keçə bilmədilər Stalingraddakı məğlubiyyətindən sonra. Geri çəkilməyə başladı. 1943-cü ildə isə Sovet ordusu əks hücuma keçdi. Harada? Şimali Qafqazda. Artıq burada da Azərbaycan milli diviziyaları fərqlənir. Diviziyanın nə olduğunu dedik. Diviziya müəyyən bir sayda olan hərbi birləşmələrdir. Orada müəyyən bir sayda əskər var, zabit var. Onlardan ibarət olan hərbi birləşmələrdir. Böyük hərbi birləşmələr. Bəli. Davam edək buradan. Sovet İttifaqı qəhrəmanı ifadəsi, yəni orada fərqlənənlər, müharibədə fərqlənənlər, xüsusi igidlik göstərənlər Sovet İttifaqı qəhrəmanı adını layiq görmüşdü. Azərbaycandan yığılan diviziyalar hansılardır? 1920-ci ildə, hələ bu daha əvvəllər, Birinci Dünya müharibəsindən sonra yaranmış diviziyadır, 77 diviziya. 38-də digər milli diviziyalar kimi ləğv edilmiş, milli yəni ayrı-ayrı xalqlardan yığılan diviziyalar kimi ləğv edilmişdir. 41-ci ildə yenidən bərpa olmuşdu. Nəyə görə? İkinci Dünya müharibəsində ehtiyaca görə bərpa olunmuşdu. Qafqaz cəbhəsində və Şimali Qafqaz azad edilməsində fəal iştirak etmişdi. Simferopol diviziyası adlanırdı. Həmin ərazinin azad edilməsi uğrundakı fəaliyyətinə görə. 1941 əsas vacib olan diviziyalarımız adı 402-ci diviziyadır. 41-də yaranmışdı 402-ci diviziyadır bu. Qafqaz uğrunda müharibələrdə fəaliyyət göstərmişdi. Sonra döyüşlərdə çox tərkib hissəsini itirdiyinə görə, əsgər zabit itirdiyinə görə 416-ya birləşmişdi. Bunu tələ çox istifadə etməyəcəyik. Ən çox istifadə edilən bunlar ikisi olacaqdır. 1941-ci ildə yaranmış 223-cü diviziya. Sonra Qafqazın Ukraynanın azad olunmasında iştirak edəcək. Həmçinin Bolqarıstan, Yuqoslaviyaya qədər gedib çıxmışdı. Və Belqrad diviziyası adını almışdı. Belqrad uğrundakı döyüşləri fərqləndiyinə görə. 1942-ci yaranmış 416-cı diviziya, yuxarıda qeyd edilmişdik, 402-ni 416-ya birləşdirmişdik. Taqanrov diviziyası adlanırdı. Taqanrov şəhərinin azad olunmasına görə fərqlənmişdi və Berlinə daxil olan ilk diviziyalardır. Testdə bu formada soruşur. Yazır ki, deməli 45-ci Berlinə daxil olan ilk diviziyalardandır və Şimali Qafqazın azad olmasına böyük rol oynayıbdır. Taqanrov şəhəri ilə gedən döyüşlərə fərqlənibdir. Bu üç dənə xüsusiyyətini yazır. Söhbət edir hansı diviziyadan gedir? 416-cı diviziya və yaxud da bunu soruşur. 1942-ci ildə yaranmışdır. 416-cı diviziya. Əsasən bunlar soruşur. Fərqlənən şəxslər. İsrafil Məmmədov, bu ilk Sovet İttifaqı qəhrəmanı adını almış Azərbaycanlıdır. Azərbaycanlı olaraq ilk Sovet İttifaqı qəhrəmanı adını almışdır. Hansı döyüşlərə fərqlənmişdir? Pustinka kəndi ətrafında baş verən döyüşlərə fərqlənmişdir. Yaqub Quliyev Stalingrad ətrafında olan döyüşlərdə fərqlənmişdir və həlak olmuşdur orada. Sonra Xıdır Mustafayev, bunun adını çox soruşmaz. Adil Quliyev təyyarəçimiz. Sonra Qafur Məmmədov Tuapse şəhər yaxınlığında baş verən döyüşlərdə fəallıq göstərmişdir. Sovet qəhrəmanı adlanmışdır. Ziya Bünyadov, bunun adını eşidəcəksiniz universitetdə oxuduğunda. Azərbaycan tarix kitabını, bir neçə cilddən ibarət tarix kitabı var, Azərbaycan tarixlə bağlı. O kitabın müəllifi də eyni zamanda tarixçidir bu arada, hərbiçi və tarixçidir. Polşa və Çexoslovakiyanın azad olunmasında iştirak eləmişdi. Sovet İttifaqı qəhrəmanı layiq görmüşdü.
Geray Əsədov, bu da Rumuniyada Markita uğrunda, ərazisi uğrunda baş verən döyüşlərdə fərqlənmişdi. Sovet qəhrəmanı adını almışdı. Yusif Sadulov, kitabda testlərdə soruşulanlardan biri də budur. Berlin uğrunda Reichstagın alınmasındakı igidliyə görə bu adı almışdır. Bunlar gördüyünüz bu siyahıda olanlar hərbiçilərdir. Yəni döyüşçülərdir. Bir də var. Partizan hərəkatı. Həzi Aslanov da qaldı, onu da deyək burada. Həzi Aslanov tarixdə ilk dəfə olaraq cinahlardan zərbə taktikasını ortaya atmışdı. Yəni bu taktikanın müəllifidir. Tankçıdır bu adam, artilleriyaçıdır. Birinci müharibəsində oxumusan həmin hissələri. Azərbaycan tarixində demişdik 2 nəfər var orada, artilleriya mütəxəssisi. Birinci əsas Əliağa Şıxlinskidir, ikincisi orada adı çəkilən generallarımızdan Səməd və Mehmandarovdur. AXC dövründə də onlar iştirak ediblər. Burada deməli Həzi Aslanov birinci dəfə Moskva yaxınlığında döyüşdə fərqlənmişdi. Amma burada ilk dəfə Sovet qəhrəmanı adını alması 1942-ci də olmuşdu. Stalingrad döyüşünə görə. Stalingrad döyüşündəki qəhrəmanı adını almışdı. 1944-də yenidən igidlik göstərmişdi. Belarusya və Baltik ölkələrini azad etmişdi. Yəni etməsində iştirak eləmişdi. İkinci dəfə Sovet qəhrəmanı adını almaq üçün adı təqdim olunur sənədlərdə, amma ona müxalif olan, düşmən olan bəzi şəxslər var ki, onun adını gizlədirlər. 1991-ci ildə həmin ad ona geri qaytarılmışdı. Yəni 2 dəfə Sovet qəhrəmanı adını almış şəxsimiz budur. Sonra bunu keçdik. Snayper Ziba Qəniyeva, təyyarəçi Züleyxa Seyidməmmədova. Bunu soruşmuşdum məndən. Təyyarəçi Züleyxa Seyidməmmədova. Bunlar hərbiçilərimizdir. Bir də var partizan hərəkatı. Partizanlar kimlərdir? Partizanlar işğal olunmuş ərazilərdə və yaxud da işğaldan azad olunmuş ərazilərdə onlar könüllü şəkildə birləşərək könüllü dəstələr quraraq Almanlara qarşı mübarizə aparan heyətdir, dəstələrdir. Partizanlar deyirlər, partizan hərəkatı deyirlər bunlara. Vilayət Hüseynov İtaliyada faşistlərin lideri Mussolini həbs edən partizanlardan biri olmuşdur. Bunun adını soruşacaq. Cavad Həkimli gördüyünüz kimi harda? İtaliyada, Yugoslaviyada faşizmə qarşı mübarizə aparmışdılar. İtaliya təşkil partizan hərəkatının üzvü olmuşdu. Sonra Mehdi Hüseynzadə, əfsanəvi Mikhailo ləqəblə tanınan film də var, Uzaq Sahillərdə filmi. Burada qeyd edilib, həmin şəxsin şərəfinə çəkilmiş filmdir. Deməli, o da İtaliya və Yugoslaviyada faşistlərə qarşı mübarizə aparmışdır. Partizan hərəkatının tərkibində bax, İtaliya və Yugoslaviya. Oxşarca Cavad Həkimi, Mehdi Hüseynzadə. Əhmədiyyə Cəbrayılov Armed Michel təxəllüsü ilə tanınırdı. Fransada faşist hərəkatının rəhbərlərindən biri olubdu. Və 1944-də Fransanın azad edilməsində böyük rolu olmuşdu bu adam. Hərbi xaç medalı ilə təltif olmuşdu. Bu medal deməli Fransanın bir sıra mükafatlarına layiq görülür. Əliağa Şıxlinski var, Səməd və Mehmandarov var, Daniel Abdullayev və Əhmədi Cəbrayılov. Bunların adlarını soruşacaq sizdən. Sonra Ali Rüstəmbəyova hərbi həkim. Bunu çox soruşmaz. Burada gördüyün kimi şəxslərin adlarını da verib. Ziba Qəniyeva və Züleyxa Seyidməmmədova təyyarəçimiz Adil Quliyevlə bir yerdə təyyarəçi olaraq gedir adları. Faşizmdə qələbədə Azərbaycan xalqının rolu. Hər şey cəbhə üçün, hər şey qələbə üçün şüarı ilə neft əsasən göndərilirdi və digər sərvətlərimiz cəbhəyə göndərilirdi. Deməli, burada nə var? 1942-ci ildə təyyarə təmiri zavodu tikilmişdi Bakıda. Bir neçə növ adda silahlar hazırlanmışdı. Həmin dövrdə ABŞ və İngiltərə SSR-yə İran vasitəsilə yardım edirdi 2-ci Dünya müharibəsində. Bunu da biz yenə də 2-ci Dünya müharibəsini öyrənəndə daha ətraflı biləcəyik ki,
ABŞ və İngiltərə əvvəlcə SSR Almaniya tərəfində idi, amma 41-ci ildə Almaniya SSR-yə hücum edəndən sonra ABŞ və İngiltərə Almaniyaya qarşı SSR-ə köməklik edirlər. Artıq onlar bərabər bir cəbhədə çıxış edirlər. Burada bir dənə də nə var? Yusif Məmmədəliyevin adını bizə qeyd eləyəcək. Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı təyyarə benzini hazırlamışdı və 1945-ci bunu mədəniyyətdə də yazacaqdı. Azərbaycan Elmlər Akademiyası yaradıldı. Yox, sənin səsin gəlmir. Əsas mən danışdım, dinlədin yəqin ki. Bu 2-ci Dünya müharibəsi illərində Azərbaycan. Bir də hansı mövzudur? 84 demişdin. 83, 84. Hə, bir də bu mövzu demişdin, səhv etmirəmsə. Bunu da deyim. Bu artıq müharibədən sonra, 2-ci Dünya müharibəsindən sonra Azərbaycanda olan vəziyyəti bizə anlatmağa çalışacaq. Ümumi olaraq fikir belə gedir ki, müharibədən sonra, müharibə dövründə neft quyularının həddən artıq istismar olunması, müharibədən sonra onun hasilatını aşağı saldı. Yəni, neft sənayesində istərseniz biraz ləngimə, gecikmə baş verdi. Deməli, neft hasilatı yarı-yarı azaldı, istehlak mallarının istehsalı azaldı və s. Müharibədən sonra iqtisadiyyatı inkişaf etdirmək üçün, xüsusən də neftlə bağlı məsələni qaydaya salmaq üçün görülən tədbirlər. Yeni neft quyuları aşkara çıxarıldı, ola bilər, soruşa bilər. 2-ci Dünya müharibəsindən sonra Azərbaycan neft sənayesinin vəziyyəti başlığı altında sual verə bilər bizə. Niyə neft yataqları aşkar edilmişdir? Sonra yeni müəssisələr tikilmişdir. 1948-ci ildə Xəzər dənizində ilk dəfə eskadralar tikildi, yəni dənizdən neft çıxarılması üçün fəaliyyətə başladılar və 1949-da dünyada ilk dəfə olaraq neft daşlarında neft quyusu fontan vurdu. Yəni dənizdən neft çıxartmağa başladılar. Neft daşlarını bilirsiniz yəqin ki. Sonra sənayenin digər sahələri, Sumqayıt, Daşkəsən, bunu soruşur, testdə də var. Sumqayıt, Daşkəsən, Mingəçevir, Əli Bayramlı kimi yeni sənaye şəhərləri salındı. Sumqayıt şəhəri Azərbaycanda və SSR-də əsas kimya və metallurgiya şəhərinə çevrildi. Sumqayıtın kimya zavodları məşhurdur. Bəziləri hal-hazırda da işləyir, amma fəaliyyətini dayandıranlar da var. Azərbaycanda müharibədən sonra tikilən müəssisələr, yerlər. Mingəçevir su elektrik stansiyası Qafqazın ən böyük su elektrik stansiyası, bilirsiniz. Mingəçevirdə Kür çayı üzərində baba ərazidir burada. Daşkəsəndə filiz saflaşdırma kombinatı 1954-cü ildə ikisi də. Burada deməli nə var? Kolxozların sayı artdır, irqasiya və s. Bunlar çox önəmli deyil. Burada əsas məsələmiz nədir? 1947-ci ildə talon sistemi ləğv edildi. Talon sistemi nə idi? Kartoçka sistemi demişdik. 1929-cu ildə etibarən ərzaq, bəzi zəruri ərzaq məhsulları talonla, ölçü ilə satılır cəmaata. 47-ci ildə isə artıq bunu ləğv elədilər. 1959-cu ildə kəndlərə, yəni kolxozçulara pasport verildi. Bilirsiniz ki, 1932-də pasportlaşma həyata keçmişdi SSR-də, amma kəndlərə pasport verilməmişdi. Buna görə də onlar kənddən şəhərə köçüb gedə bilmirdilər. Totalitar rejimin güclənməsi. Totalitar rejim nədir? Yəni, dövlətin bütün müəssisələr üzrə sərt nəzarətin həyata keçirilməsi. Müharibədən sonra yenə də bu formada idarə etmə, yəni
hakimiyyətin güclənməsi davam etdi. Hakimiyyət, xüsusən də Kommunist Partiyası hər şey onların ixtiyarında idi və dövlətin bütün müəssisələri üzərinə, ümumiyyətlə bütün dövlət müəssisələrinə, bütün işlərə nəzarət onların əlindədir. Yenə də hakimiyyəti daha da gücləndirildi, totalitar hakimiyyət. Stalin şəxsiyyətinə pərəstiş daha da artırılmışdı, repressiyalar davam etdirildi. Müharibədən əvvəl də var, müharibədən sonra var. Bəzi dastanlarımız, bəzi şəxsiyyətlər, onlar tənqid olundu, onların fəaliyyətləri tənqid olundu. Sonra Qarabağla bağlı məsələmiz. Ermənilər Dağlıq Qarabağa iddialar qaldırdılar 1945-ci ildə. Belə əsaslandırdılar ki, DQMV, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin böyük hissəsi ermənilərdir. Ona görə də o Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana birləşdirilsin. Bununla bağlı SSR rəhbəri olan Stalinə müraciət edirlər. Stalin həmin məktubu göndərir Mircəfər Bağırova. O dövrki Azərbaycan Kommunist Partiyasının rəhbəri Bağırova göndərdi. Bağırov isə cavabında bildirdi. Həmin ərazinin Qarabağın Azərbaycan torpağı olduğunu və ermənilər isə burada sonradan köçüb gəldiyini, yəni onlara heç bir əsasın olmadığını göstərdi. Bu bir. İkincisi, o zaman dedi biz Şuşadan başqa digər Dağlıq Qarabağı verə bilərik ermənilərə. Şərtimiz nədir? Bir şərtlə ki, vaxtı ilə 1920-ci illərdə və daha sonraki vaxtlarda Ermənistana, Gürcüstana və Azərbaycanın qoparmış digər ərazilər. Onlar hamısı Azərbaycana qaytarılmaq şərti ilə biz də Qarabağı ermənilərə verə bilərik. Orada var idi Şərur Dərəliyəz, Zəngəzur, Qarayazı, Borçalı, Erməvi-Gürcüyə verilən ərazilər, sonra Dərbənd ərazisi var idi. Bunlar hamısı bizə geri qaytarılarsa, biz də Qarabağı ermənilərə verə bilərik. Belə də əsaslandırır ki, həmin torpaqları da Azərbaycanlılar yaşayırlar. Azərbaycanlılar tarix torpaqlardır həmin ərazilər. Amma SSR rəhbərliyi buna imkan vermədi. Razı olmadı. Nə ermənilər razı deyildi, nə də SSR rəhbərliyi buna imkan vermədi. Çünki o zaman Azərbaycan ərazisi genişlənmiş olurdu və mövqe də güclənə bilirdi. Buna görə də onlar bu məsələyə yox dedilər. Belə olduqda ermənilər başqa bir hilə yaratdılar. Necə bir hilə? Onlar 1946-cı qərar verdilər ki, xaricdə yaşayan ermənilər Ermənistan ərazisinə köçürülsün. Öz ana vətənlərinə güya adını belə qoyurlar. Ermənistan SSR-nin köçürülməsi haqqında qərar qəbul edildi. Buna əsasən də axı Ermənistan ərazisi bizim Qərbi Azərbaycan ərazisi deyilmiş də, yəni Zəngəzur, Şərur Dərəliyəz və digər ərazilər, İrəvan və digərləri. Buna əsasən də 1947-ci ildə Ermənistan SSR-də yaşayan kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan Küraz bölgəsinə köçürülməsi haqqında qərar verildi 47-ci ildə. Yəni Azərbaycanlıları Ermənistan ərazisindən qovsunlar, çıxartsınlar, əvəzində isə xaricdən gələn ermənilər orada yerləşdirilsin. Bu Azərbaycanlıların Ermənistan ərazisindən çıxarılmasının birinci mərhələsi idi. Yəni oradan təmizləməyə çalışır Azərbaycanlılar. Nəticədə 48-ci ildə verilən qərarda isə 100 mindən çox Azərbaycanlı Ermənistan ərazisində yaşayan Azərbaycanlı Azərbaycanın Küraz ovalığına köçürüldü. Bu hadisə deportasiya idi. Yəni konkret şəkildə deportasiya bir yerdən başqa yerə məcburi köçürülmə idi. Köçürüldü. Neçənci illərdə 48-53-cü illərdə deportasiya olundu Azərbaycanlılar. Totalitar rejimin yumşalması Sovet hakimiyyətinin necə oldu? 1953-cü ildə Stalin vəfat edir. Yerinə Nikita Xruşov gəldi ki, Xruşovun gəlməsindən sonra yumşalma dövrü başlayır. Yəni Stalinə pərəstiş azaldılmış oldu və ölkədə yumşalma başladı. Hətta Stalin dövründə nə qədər insan repressiyaya məruz qalmışdı ki, onların hamısına bəraət verildi hissə-hissə. Mircəfər Bağırov isə Azərbaycan rəhbərliyindən alındı. O qüsurlu siyasətdə, ziyankarlıqda günahlandırıldı və həbs olundu. Həbs olunur, az sonra isə güllələnmə cəzasına məhkum olundu. 54-cü ildə Kommunist Partiyasının qurultayında İmam Mustafayev Azərbaycana yeni rəhbər təyin olundu. Kommunist Partiyanın birinci katibi təyin edildi. 1956-cı ildə Stalinə pərəstiş tənqid olundu. Yəni Stalin həmişə ilahlaşdırırdılar. Stalin belə, hər şey onun adına bağlıdır, amma onu qadağan edildilər. Tənqid olundu Stalinə pərəstiş. Bununla da Sovet hakimiyyətində mülayimləşmə dövrü başladı.
İmam Mustafayevin rəhbərliyi dövrü. Baxaq hansı addımlar atdı İmam Mustafayev. Deməli, 1. Məhkəmə quruculuğunda 2. Mülki və cinayət məcəllələrinin qəbul edilməsi Respublikanın ixtiyarına verildi. Yəni, əvvəllər bu məsələlər Moskvada həll olunurdu. Oradan gəlirdi qərarlar Azərbaycana. İndi isə həmin məsələlərə Bakıda baxılmağa başladı. Respublikanın özündə bu qərarlar alınmağa başlandı. Sonra repressiyaya məruz qalanlara bəraət işi verilsin deyə xüsusi komissiyalar quruldu. Günahsız Azərbaycana bəraət verilmiş oldu. Sonra milli məsələyə diqqət artırılır. Dövlət dili statusuna bağlı yenidən məsələ ortaya çıxarıldı. 1956-cı ildə yeni bir konstitusiya maddəsi əlavə olundu. Azərbaycan dili ilə bağlı konstitusiya maddəsi əlavə edildi 1937-də. Daha doğrusu 56-cı ildə konstitusiya maddəsi əlavə olundu. Hansı konstitusiya? Azərbaycan SSR-nin əvvəlki oxumusunuz. 37-ci ildə ikinci konstitusiyası var idi. Birinci 1921-də, ikincisi 1937-də. Həmin konstitusiyaya 1956-cı ildə yeni maddə əlavə olundu Azərbaycan dili haqqında. Azərbaycan dili dövlət dili elan olundu Azərbaycanda. Artıq gördüyünüz kimi rəsmi sənədlər, işlər Azərbaycan dilində aparılmağa başladı. 56-da Bakı telestudiyası fəaliyyətə başlamış oldu. 1959-cu ildə icbari təhsil haqqında qərar qəbul edildi. 8 illik təhsil, sonra 66-da isə 10 illik təhsilə keçirilmiş olacaqdı. Sonra idarəetmədə Azərbaycanlı kadrların rolu artırıldı. Kəndlərin Bakıya, şəhərə axını gücləndirilmişdi. Gücləndi, yəni artdı. Yeni iş yerləri tapması və s. Bu zövr Moskva belə bir addım atdı. Bakının idarəsində birbaşa Azərbaycandan çıxarıb Moskvaya, Rusiyaya tabe etmək istədilər, amma İmam Mustafa buna imkan vermədi. Ermənilərin Dağlıq Qarabağ yenidən iddiası qaldırıldı. Amma o dövrdə bu tip məsələlərin çox olduğuna görə Xruşov buna imkan vermədi. Yəni Rusiya rəhbəri Xruşov müxtəlif xalqlar arasında belə ərazi iddiaları ortaya çıxmışdı. Ona görə də hamısını ləğv eləmişdi. Yəni ermənilərin yenə arzusu ürəyində qaldı. Belə bir vaxtda 1959-cu ildə İmam Mustafayev müəyyən ittihamlarla vəzifədən azad olundu. Niyə görə? Onu millətçilikdə təqsirləndilər ki, sən öz millətini önə çıxar, öz millətini sevirsən, onun tərəfini tutursan, şovinist siyasət yerirsən, şovinist yəni milləti hər zaman öndə tutmaq. Əslində belə fərqli bir şey yox idi. Sadəcə milli məsələlərə diqqət edirdi bu adam. Onu da hakimiyyətdən göndərib yerinə Vəli Axundov gətirdilər. Vəli Axundov gəldikdən sonra İmam Mustafayevin dövründə edilənləri biraz da artırdı, genişləndirdi. Yəni milli məsələyə diqqət daha da artırıldı. Burada qeyd edir. Vəli Axundovun dövründə milli dəyərlərə diqqət daha da artırıldı. Yəni İmam Mustafayevdən biraz daha artıq idi bu adam. 1962-ci ildə gizli şəkildə Milli Azərbaycan Qərargahı adlı təşkilat yarandı. Onların istəkləri bu idi ki, Azərbaycanın mühüm rəhbər vəzifələrə Azərbaycanlar təyin edilsin və buna da nail olmuşdular, əldə edilər. İkinci məsələ, maliyyə məsələləri, büdcə məsələləri Bakıda həll olunsun deyir, amma Rusiya hələ ki buna tam müsbət yanaşmamışdı. Milli oyanışa xidmət eləmək. Milli oyanış nədir? İnsanları Azərbaycanı bir millət olaraq maarifləndirmək, onların Azərbaycan milləti olma anlayışını ortaya qoymaq və daha da bu ideyalar, düşüncələri artırmaq. Hansı işlər gördülər? Şəhriyarın Heydər bəy Salam əsəri çap olundu, Ulduz jurnalına nəşr olundu. Sonra Bakı Metropoliteni 1967-ci istifadəyə verilmiş oldu. 67-ci Şıxəli Qurbanov Komünist Partinin katiblərindən biri idi. Şıxəli Qurbanov buradadır, şəkli var. Onun təşəbbüsü ilə Novruz bayramı Bahar bayramı adı altında yenidən qeyd olunmağa başladı rəsmi şəkildə Azərbaycanda. 1969-cu ildə yenə də Azərbaycan Ali Soveti belə bir qərar vermişdi. Ermənistan sərhəddə 2000 hektar torpaq ermənilərə verilsin. Amma Heydər Əliyev rəhbərliyi gəldikdən sonra bu məsələni həyata keçirməyə imkan verməmişdi. 50-ci illərdə, 50-60-cı ildə Ermənistanın yenə ərazi iddiaları ortaya çıxmışdı. Amma dediyimiz kimi Xruşov biraz əvvəl demişdim bu ifadəni. Xruşov bu məsələni
bu məsələni rədd elədi. Niyə görə? Çünki bu formada xırda-xırda ərazi iddiaları başqa yerlərdə də var idi. Xruşov bunların hamısını ləğv elədi. Biraz əvvəlki səhifədə şifahi olaraq demişdim bunu.